Nə qədər pul bəs edər? Yəqin ki, bu sualı hamımız özümüzə vermişik. Yəni, həqiqətən xoşbəxt olmaq, özünü tam təhlükəsizlikdə hiss etmək üçün nə qədər pul lazımdır? Gəlin bugün məhz bu 10 milyon dollarlıq sualın cavabını axtaraq. Yəqin ki, tez-tez fikirləşirsiniz ki, kaş biraz da çox pulum olaydı, hər şey fərqli olardı. Bəs bir sual var, görəsən, elə bir sehri rəqəm varmı ki, o nöqtədən sonra pul sadəcə olaraq daha çox xoşbəxtlik gətirmir? Yəni, o hədd haradadır? Elə bugün bu məsələni araşdıracağıq. Yaxşı, bu sualın cavabını havadan götürməyəcəyik. Fərziyyələr, təxminlər yox. Biz birbaşa real təcrübəyə baxacağıq. Söhbət öz sərvətini sıfırdan yaradan 127 milyonçu təsisçinin iştirak etdiyi bir sorğudan gedir. Və inanın, onların cavabları pul və xoşbəxtlik haqqında bildiyimiz ya da bildiyimizi sandığımız çox şeyi dəyişə bilər. Deməli, hər şey bir yerdən başlayır, elə deyilmi? Gəlin bu sərvət səyahətinin ilk pilləsinə baxaq. Yəni, hər şeyin təminat axtarışı ilə başladığı, pul yığmağın əsas məqsəd olduğu o ilk mərhələyə. Baxın, bu sorğuda iştirak edənlərin əksəriyyəti, yəni 75%, birdən 20 milyon dollara qədər sərvəti olan insanlardır. Bu niyə vacibdir? Çünki bu o deməkdir ki, biz sadəcə super varlılardan danışmırıq. Biz sərvət nərdivanının müxtəlif pillələrində olan real insanların təcrübəsinə baxırıq. Bu da bizə daha aydın bir mənzərə verir. Və baxın, bəlkə də ən heyrətamiz məqam elə budur. Təsəvvür edin, sərvəti 1 milyon dollardan az olan biri ilə 50 milyona yaxın pulu olan birinin əsas motivasiyası demək olar ki, eynidir, maliyyə təminatı. Yəni, maliyyə cəhətdən özünü təhlükəsiz hiss etmək. Bu pulun insan psixologiyasına təsiri barədə çox-çox dərin bir həqiqət üzə çıxarır. Yaxşı, indi isə gəldik hekayənin ən maraqlı yerinə, dönüş nöqtəsinə. Hər şeyin, yəni sərvətə baxışın kökündən dəyişdiyi o kritik an. Və həmin o kritik hədd 50 milyon dollardır. Baxın, sorğuda iştirak edən təsisçilərə görə bu sadəcə böyük bir rəqəm deyil, yox. Bu, elə bir nöqtədir ki, maliyyə narahatlığı, bütün o qayğılar sanki sehirli bir çubuq toxunuşuyla yox olur. Bir anlıq təsəvvür edin bunun nə demək olduğunu. Artıq heç bir iqtisadi xəbər, bazarın yenib qalxması, inflyasiya, bunların heç biri sizi narahat etmir. Sorğuya görə əsl psixoloji rahatlıq, əsl maliyyə azadlığı hissi bax məhz bu nöqtədə başlayır. Bu isə o dəyişikliyi mükəmməl şəkildə göstərir. Baxın, 50 milyon dollarlıq həddən əvvəl əsas motivasiya nə idi? Maliyyə təminatı, azadlıq, gələcək nəsillər üçün sərvət. Bəs sonra? Sonra hər şey dəyişir. Artıq söhbət dünyaya təsir etməkdən, böyük bir missiyanı həyata keçirməkdən, yeni, daha çətin zirvələri fəth etməkdən gedir. Yəni, pul artıq hədəf olmaqdan çıxır, sadəcə bir alətə çevrilir. Yaxşı, bəs bu fərqli motivasiyalar real həyatda, məsələn, investisiya strategiyasında özünü necə göstərir? Gəlin indi də buna baxaq. Çünki bu məqamda oyunun qaydaları sözün əsl mənasında 180 dərəcə dəyişir. Bu sitat məncə hər şeyi mükəmməl ifadə edir. Yəni, əvvəlcə sərvətini artırmaq üçün hücum edirsən, risklərə gedirsən. Amma müəyyən bir nöqtədən sonra məqsəd sadəcə uduzmamaq olur. Sərvəti qorumaq üçün müdafiəyə keçirsən. Risklərə baxış tamamilə fərqliləşir. Gəlin hücum mərhələsində olanlara, yəni sərvəti 20 milyon dollardan az olanlara baxaq. Onların portfelində nə görürük? Kriptovalyuta kimi yüksək riskli, amma eyni zamanda böyük gəlir potensialı olan aktivlər. Məqsəd bəllidir, sürətlə böyümək və oyunda qalib gəlmək. İndi isə gələk 100 milyon dollardan çox sərvəti olanlara, mənzərə tamamilə fərqlidir, kriptovalyuta artıq yoxdur, səhnədən tamamilə çıxıb. Onun yerini nə alıb? İstiqrazlar kimi daha stabil, daha təhlükəsiz aktivlər. Çünki onlar artıq oyunu udublar. İndi əsas məsələ qazanılanı qorumaqdır. Strategiyadakı bir başqa kritik fərqə də diqqət yetirək, daşınmaz əmlak. Görürsünüz, ultravarlılar portfellərinin az qala 1/4-ni daşınmaz əmlaka yönəldirlər. Niyə? Çünki bu həm sabit gəlir gətirir, həm də sərvəti qorumaq üçün çox etibarlı bir limandır. Yaxşı, bəs bu qədər pulu olan insanlar onu necə xərcləyir? Instagramda gördüklərimizə inanaq, yoxsa reallıq başqadır? Gəlin, sosial media mifləri ilə həqiqətləri üz-üzə qoyaq. Deyim ki, cavab sizi çox təəccübləndirə bilər. Sadəcə rəqəmlərə baxın. Aylıq xərclər, inanın ki, çoxumuzun gözlədiyindən qat-qat aşağıdır. Hətta 100 milyon dollardan çox sərvəti olanlar belə ayda ortalama cəmi 60 min dollar xərcləyir.
İndi bir düşünək, ayda 60 min dollar. Bu sizə Instagramda gördüyümüz o şəxsi təyyarələr, brilyant saatlar, dəbdəbəli həyat tərzi kimi gəlirmi? Heç də yox. Görünür, real həyatla o sosial media pərdəsinin arxasında çox böyük bir fərq var. Əslində, sosial mediada gördüyümüz o influencer həyat tərzi var ha, onun illik xərci 3-6 milyon dollar civarındadır. Bu isə bizim təsisçilərin xərclədiyi məbləğ deyil. Yəni, nəticə çox aydındır. Öz zəhməti ilə sərvət qazanan insanlar pullarını nümayiş etdirmək üçün yox, onu qorumaq və artırmaq üçün istifadə edirlər. Yaxşı, bütün bu məlumatlardan sonra gəlin ən başdakı sualımıza qaydaq. Xoşbəxtlik üçün ən ideal, ən optimal rəqəm hansıdır? Əgər təhlükəsizlik hissi 50 milyonda başlayırsa, bəs həyatdan alınan həzzin, məmnuniyyətin zirvəsi haradadır? Burası çox maraqlıdır. Baxmayaraq ki, təsisçilər üçün təhlükəsizlik həddi 50 milyondur, bir çox maliyyə eksperti deyir ki, yox, əsl qızılorta başqa rəqəmdir. Onlara görə həyat məmnuniyyətini zirvəyə çıxaran rəqəm məhz 10 milyon dollardır. Bəs niyə məhz 10 milyon? Səbəb, iqtisadiyyatdan tanıdığımız azalan gəlir prinsipidir. Fikirləşin, sıfırdan 1 milyon qazanmaq insanın həyatını tamamilə dəyişdirir. Amma 10 milyonun üstünə 1 milyon da gələndə, yəni 11 milyonun olanda, həyatında demək olar ki, heç nə dəyişmir. Yəni, qazandığın hər yeni dollar sənə daha az xoşbəxtlik gətirir. Bir sözlə, 10 milyon dollar xoşbəxtlik üçün maliyyə səmərəliliyinin pik nöqtəsi hesab olunur. Necə? Bu məbləğ sənə həyatın təqdim etdiyi təcrübələrin, demək olar ki, 98%-ni yaşamaq imkanı verir və eyni zamanda səni gələcək qayğılarından tamamilə azad edir. Mükəmməl bir balans nöqtəsi. Və sonda gəlin bir anlıq düşünək. Deyək ki, pul oyununda qalib gəldiniz, o hədəfə çatdınız. Bəs sonra növbəti oyununuz nə olacaq? Bəlkə də həyatdakı əsl oyun elə məhz o nöqtədən sonra başlayır.